Salam hər kəsə. Amerika'da maraqlananlar bilir ki, Green Card nəticələri açıqlandı mayın 6-sı 2023-cü ildə və qalibləri təbrik eləyirəm. Qalib olmayanlara da bu son şans deyil. Ümid edirəm ki, gələn illərdən öz şanslarını yoxlayarlar və qalib olarlar. Təbii ki, bu hamı üçün deyil. Sadəcə random selected, yəni təsadüfi seçilmiş insanlar üçündür. Dırnaq içində belə bir cümlədir, çünki mən açığı inanmıram bunun təsadüfi seçilməyinə. Nəysə, qaliblərə bir neçə fikrimi çatdırmaq istəyirəm, bir neçə söz demək istəyirəm. Qalib olanlar DS260 formunu doldurmalıdırlar. Bunu ən qısa zamanda eləyin. Çünki DS260 formuna görə intervyuya çağırırlar artıq. Yəni əvvəllər DS260 formu o qədər rol oynamırdı, o qədər mühüm deyildi. Mühüm deyildi yox, yəni orada o case nömrəsi var, ona görə çağırırdılar. Amma artıq DS260 formu da çox böyük bir rol oynayır və bunu ən qısa zamanda doldurmağınız sizin ən qısa zamanda intervyuya çağırılmağınız deməkdir. Bunun üçün ilk nəzərə almanız olan şey sizin pasportunuzdur. Pasportunuzun vaxtına baxın. Yəni 2-3 il bitməyinə qalıbsa, Azərbaycanda bu bir günə ya da 10 günə dəyişilməsi mümkün olan şeydir. Deyərdim bir günə dəyişin və ya bir həftəyə dəyişin, ən qısa zamanda bu işi həll eləyin. Çünki pasportunuz nə qədər təzə olsa, nə qədər vaxtına qalmış olsa, yəni vaxtı bitməyinə uzun müddət qalmış olsa, sizin işinizi o qədər rahatlaşdırır. Həm Amerikaya gələndən sonra da pasport dəyişmə dərdi çəkməzsiniz, həm də ki, vizanız, Amerika vizası uzun illər sizin pasportunuzda qalacaq. İkincisi, uşaqlar, əgər evlisinizsə, ailəlisinizsə, yoldaşınızın uşaqların pasportu mən bildiyim çox tez-tez dəyişən bir şeydir. Onların pasportunun vaxtına baxın. Ümumilikdə pasportların vaxtına baxın. Lazım olan sənəd atestatdır. Qalib olan hər bir şəxsə atestat lazımdır və bunu mütləq şəkildə əgər universitetdədirsə, yoxunuzdursa bunu həll eləyin. Əgər yoxdursa, yəni kollec qurtarmısınızsa, Təhsil Nazirliyinə arayış alın. DS260 formunu ilk öncə doldurmalısınız. Bunu nəzərə alın. İlk görəcəyiniz iş budur. Ən qısa zamanda atestat işini həll eləyin. Oğlanlara hərbi bilet işini həll eləyin. Yəni işini dediyim, bunları tərcümə eləyin. Ailəli olanlar və ya subay olanlar subaylıq haqqında arayış, ailəli olanlar nikah şəhadətnaməsini tərcümə təsdiq eləsinlər. Doğum haqqında şəhadətnaməni tərcümə təsdiq eləsinlər. Məhkumluğun olmaması barədə arayış. Bu əslində sizə səfirliyə gedənə yaxın lazımdır. Bu arayış lazımdır. Bu və SOS-dan, yəni vaksinasiya olub olmamanız barədə arayışlar. Bunlar səfirliyə görüş günü təyin olunandan sonra alınacaq şeylərdir. Bir də bank hesabınızda pulunuzun olmasını sübut eləmək üçün arayış lazımdır. Hansı ki, bank hesabınızdan çıxarış götürürsünüz. Buna Amerikada statement deyirlər və ya sizdə Azərbaycanda da bank hesabından çıxarış ki, həqiqətən bunun hesabında bu qədər pul var. Bu pulu bir günlük də hesaba qoyursunuz. Çünki nəyə görə bunu bir günlük qoya bilərsiniz deyirəm. Çünki mən özüm belə Azərbaycanda heç bir banka güvənmirdim. Yəni hamı Azərbaycanda bilirəm ki, hamı yox, çox adam hesab pulunu yastığın altında saxlamağı xoşlayır. Çünki bank yatırsan, səhər durursan ki, bank bağlandı, gəlindi bundan sürün. Ən yaxşısı əldə saxlamaqdır pulu. Buna görə də pulunuzu götürüb banka qoya bilərsiniz. Arayışınızı götürəndən sonra bankdan çıxarda bilərsiniz. Bunun üçün banklarda belə bir xidmət mövcuddur. Bunu həll eləyin. Yəni bunu nəzərə alın. SOS klinikasına biraz xərciniz çıxacaq. Ya bu viza təyin olunandan sonra bunu həll eləyin. Başdan bir daha deyirəm. Pasportunuzu dəyişin, əgər vaxtı bitirsə. Digər sənədlərin tərcüməsi, təsdiqi, hansı ki, doğum haqqında şəhadətnamə, subaylıq haqqında arayış və ya evlilik haqqında şəhadətnamə, yəni nikah şəhadətnaməsi, hərbi bilet oğlanlar üçün və atestat, tərcümə, təsdiq və səfirliyə getməyə bir ay ya da 2 həftə qalmış. Birincisi səhiyyə, o SOS klinikasına gedirsiniz, vaksinasiya kağızlarını alırsınız. Zaten onlar sizin sənədlərinizi papqalayıb qoyacaqlar, sizə verəcəklər, aparacaqsınız səfirliyə. İkincisi bank hesabından çıxarış. Üçüncüsü də məhkumluğunuzun olub olmaması barəsində arayış. Zaten olsa viza alma ehtimalınız çox aşağıdır. Atestat lazımdır. Atestatınız mütləq şəkildə tərcümə təsdiqlə. Əgər atestatınız yoxdursa, ən azından kollec diplomu lazımdır. Yəni 11 illik məktəbi qurtarmalısınız. 2 illik iş təcrübəsi Azərbaycanda keçmir. Bu qədər. Çox sağ olun. Uğurlar. Güman edirəm ki, qalib olan hər bir kəs vizasını alar. Çox sağ olun. Təşəkkürlər.